Azərbaycanın möcüzəvi mağara. Bəli, bu yer həqiqətən də çox fərqli bir yerdir. İllərdir adını eşitdiyim həmin mağarada oldum. Həm müalicəvi, həm də mənzərəsi, aurası ilə seçilir. Yaşlı bir dayı ilə həmsöhbət də olduq. Bu mağara həm də SSR rəhbərlərinin gizlincə gəldiyi yer olub. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Bəli, bu yer Naxçıvanda yerləşir. Naxçıvanda Duzdağ mağaralarındayıq. Azərbaycanın qədim diyarı Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Naxçıvan şəhərinin 12 kilometrliyində yerləşən Duzdağa uzaqdan baxdıqda lay-lay rəngli torpaq qatlarını görmək olur. Dəniz səviyyəsində 1173 metr hündürlükdə yerləşir. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınır. Naxçıvan əsasən özünün nadir duz mağarası ilə də məşhurdur. Asma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilib. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü Duzdağ fizioterapiya mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən bir həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar. Ukrayna vətəndaşıyam. Çox yerlərdə həkimlər müalicə elədiyi imkan olmadı. Sonra mənə məsləhət gördülər ki, Azərbaycanda duzdaxana var, Naxçıvanda. Gəldim buraya 3 il padirət gəldim, Allaha çox şükür. İndi bugünkü günlərsi elə bir cavan adam kimi də, indi yaşlıyam mən, yaşımı ölməsən nə. Allah'tan o qədər razıyam ki, hələ yaşayıram, 70 yaşım var. Burada çox yerdə olmuşam, Ukraynada vardı, Salaten, Zakarpatya'da, getdim, bura güclüdür. Ən güclü buradır. Sovetlər dövründə SSR-ni idarə edənlərin böyük əksəriyyəti bu mağarada şəfa tapıb. Hətta Rus çarlarının belə buraya müalicə üçün gəldiyi deyilir. Zəhərləyici qaz yoxdur. Təbii ehtiyatları 90 milyon ton olan Duzdağda mənbələrə görə Nuh peyğəmbərin dövründən duz çıxarılmağa başlanılıb. Şöhrəti dünyaya səs salan İpək yolundan əvvəl Naxçıvan ərazisindən yaxın şərq ölkələrinə duz yolu uzanıb. Həmin ölkələr buradan duz daşınıb. Etnoqrafik məlumatlara əsasən Duzdağdan açıq üsulla duz çıxarılması 20-ci əsrin ortalarına qədər mövcud olub. Sənaye üsulu ilə Duzdağdan 1927-ci ildən başlayaraq duz çıxarılıb. Dünya Səhiyyə Təşkilatının məlumatına görə planetimizin əhalisinin təqribən 10% allergik xəstəliklərdən əziyyət çəkir ki, bunun da 1.5-2% bronxial astmanın payına düşür. Məlumata görə dünyada 15 milyon nəfərə yaxın insan bronxial astmalı xəstədir. Bir çox xəstələrin, həmçinin bronxial astmanın müalicəsində duz şaxtası şəraitində aparılan müalicə, yəni sipleoterapiya daha səmərəlidir. Duz şaxtası şəraitində bronxial astmalı xəstələrin müalicəsi ötən əsrin 40-cı illərində təsadüf nəticəsində aşkara çıxıb. Mikroiqlimin natrium və xlor ionları üstünlük təşkil edən duz şaxtaları Polşanın Krakow şəhərində 1968-ci ildən, Ukraynanın İjgorod şəhərinin Solotvina qəsəbəsində 1972-ci ildən fəaliyyət göstərir. Duzdağ fizioterapiya mərkəzi 1979-cu ildən fəaliyyət göstərir. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən mərkəz 250 çarpayılıqdır. Yer altındakı müalicə mərkəzi girişdən 300 metr məsafədə 110 metr dərinlikdə yerləşir. Yer altındakı Duzdağının qalınlığı isə 8.2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubəti isə 24-50% arasında dəyişir. Mərkəzdə Duzla ilə arasında düz oksigen havanın 20%-ni təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibinə zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri, bronxial astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada istənilən adam müalicə ala bilər. Yalnız müalicə kursları fərqlidir. Uşaqlar 12-15, böyüklər isə 14-18 gün yer altında yaşamaqla müalicə almış olurlar. Burada ilin istənilən fəslində müalicə almaq olar. Qiymətlər isə böyüklər üçün gündəlik 20-22 manat, uşaqlar üçün isə 10-12 manat təşkil edir. Fizioterapiya xəstəxanası öz müalicə və əhəmiyyətinə görə digərlərində bir neçə cəhətdən üstündür.
Ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana 206 metr yerin dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarır. Bu şaxtada rütubətin normadan artıq olması və partlayıcı gücə malik metan kimi zəhərləyici qazların normadan çox olması öz təsirini göstərir. Naxçıvandakı şaxtalar isə dağın altında yerləşdiyindən bu kimi hallara rast gəlmək mümkün deyildir. Burada temperatur sabitdir. Nisbi rütubət aşağıdır. Havada zərərli qazlar yoxdur. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr təxminən 300 metr məsafəlik yolu özləri qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır. Digər tərəfdən Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubət səviyyəsini normada saxlayır. Belə olan halda burada müalicə alan xəstələr qısa müddətdə sağala bilirlər. Müalicə Ukraynanın İjgorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Xəstələr əvvəlcə 2-3 gün xəstəxana ərazisində adaptasiya olunurlar. Bundan sonra saat axşam 18:00-dan səhər saat 8:00-dək böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur. Xəstələr şaxtaya getməklə bərabər lazım gələrsə bəzi dərman preparatları, fizioprosedurlar, müalicə bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Tarixdə duzun ilk dəfə kəşf olunması Naxçıvan diyarına məxsusdur. Duzu ilk dəfə mətbəxə gətirən də türklər olub. Belə rəvayət edirlər ki, Nuh peyğəmbərin nəvəsi, Türk xanın oğlu Tütəş xan Duz dağ ərazisində ət yeyərkən tikəsi yerə düşmüş, qaldırıb tikəni yedikdə tikənin daha dadlı olduğunu hiss etmişdir. Ona məlum olmuşdur ki, bu duzdur. O vaxtdan duz mətbəxdə istifadə edilməyə başlanmışdır. Duzla bağlı xeyli atalar sözləri, bayatılar, xalq təbabəti, əfsanə və rəvayətlər mövcuddur. Bir gün duz yediyin yerə 40 gün salam ver. Yəni heç vaxt nankorluq etmə, sənə xeyir verən insanlara, yerlərə, məkanlara sədaqətli ol. Duz çörək haqqını bilməyən kör olar. Duzla bağlı deyimlər də var. Duz çörək kəsmək, xalq deyimi də Naxçıvan regionunda geniş işlənməkdədir. Duz və çörək xalqın ən müqəddəs nemətidir. Duz çörək həmişə qorunmalıdır. Duz çörək evin bərəkətidir. Duzla bağlı Naxçıvan bayatılar da var. Duz həm də xalqın inanc yeri, inamı olmuşdur. Ona görə duz haqqı ifadəsi də işlənməkdədir. Yaxud deyilmişdir. Duz yerə töküləndə savaş olar. Gərək duzun üstünə qənd qoyasan. Duzla bağlı yuxu yozmaları da var. Yuxuda duz görmək xeyir, bərəkət, nemət hesab edilir. Bütün bunlar bir daha göstərir ki, Naxçıvan qədim diyar olmaqla həm də ilk duz məkanı ən dadlı və faydalı duz diyarıdır. Ukrayna vətəndaşıyam. Çox yerlərdə həkimlər müalicə elədi, imkan olmadı. Sonra mənə məsləhət gördülər ki, Azərbaycanda duzdaxana var, Naxçıvanda. Gəldim bura 3 il padirət gəldim, Allaha çox şükür. İndi bugünkü günlərsi elə bir cavan adam kimi də, indi yaşlıyam mən, yaşımı ölməsən nə. Allahdan o qədər razıyam ki, hələ yaşayıram, 70 yaşım var. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.